Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində səhər saat 7 radələrində yol nəqliyyat hadisəsi baş verib. Paytaxt sakini Şəhriyar Qurbanzadənin idarə etdiyi Mercedes markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Ajansız xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, yeni həftənin ilk günlərində piyadaların vurulması ilə bağlı 5 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, onlardan 4-ü ölümlə nəticələnib. Aparılan təhlillər göstərir ki, bu hadisələrin əksəriyyəti sutkanın qaranlıq vaxtında yaşayış məntəqələrində baş verib və əsas səbəblər piyadanın yolu müəyyən edilməmiş yerlərdən keçməsi, təhlükəsizlik tədbirlərinə laqeyd yanaşması ilə bağlı olub. Bir daha diqqətə çatdırılır ki, yol hərəkəti bütün iştirakçılar üçün ümumi istifadə məkanıdır və burada müəyyən edilmiş qaydalar hər kəs üçün məcburidir. Yol hərəkəti qaydalarına əməl etməmək yalnız öz həyatını deyil, eyni zamanda digər hərəkət iştirakçılarının taleyini də təhlükə altına qoyur. Piyadaların üzərinə düşən ən sadə, lakin həyati əhəmiyyət daşıyan tələb yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir. Bu qaydalara riayət edilməməsi ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Hörmətli piyadalar, unutmayın, yol hərəkəti qaydalarına biganə yanaşma faciə riskini artırır. Təhlükəsizlik hər kəsin şəxsi məsuliyyətidir.